2027-ci ilin yanvarın 1-dən etibarən Bakıya giriş pullu olacaq. Belə ki, Prezident İlham Əliyevin imzaladığı avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınması sahəsinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərmana əsasən Bakıda ödənişli hərəkət zonaları yaradılacaq. Amma suallar yaranır ki, bəs Bakı küçələrinə girişin pullu olması hansı formada tətbiq ediləcək? Bu adım paytaxtda illərdir mövcud olan tıxac probleminə həqiqətən də çıxış yolu ola biləcəkmi? Önce bir şey dəqiqləşdirək ki, fərmanda 19 sentyabr tarixli fərmandır 2025-ci il. Bu fərmanda ümumi şəkildə göstərilib ki, Bakı şəhərinin inzibati ərazisində ödənişli hərəkət zonaları müəyyən edilsin. Bax görürsünüz, burada deyilmir ha, bütün Bakı şəhəri deyil ki, Bakı şəhərinin inzibati ərazisində ödənişli hərəkət zonaları müəyyən edilsin və ondan sonra o zonaların sənədləri, ora girişi şərtləri, ödəniş məbləği və s. bunlar müəyyən edilsin. Nazirə Kabineti tapşırıq verib ki, layihənin hazırlasınlar, təklifləri hazırlayıb prezidentə təqdim eləsinlər. Ona görə də bütün Bakı şəhərindən söhbət getmir deyil. İkincisi, hansı zonalar olacaq, hansı ərazilər olacaq, hansı küçələr olacaq, heç nə məlum deyil. Onlar içində o ideyanın müəllifləri özləri üçün haralar üçün müəyyən edib, amma ictimaiyyətə heç bir məlumat verilmiş ki, söhbət hansı zonalardan gedir. Sonra ictimaiyyətə heç bir məlumat verilmiş ki, bunun qaydaları, şərtləri nələr olacaq, hansı vaxtlar, hansı ərazilər, kimlər üçün güzəşt olacaq, kimlər üçün ümumiyyətlə bu belə bir məhdudiyyət tətbiq olunacaq və s. Öncə başdan o fərmanın icrası ilə bağlı heç nə demək mümkün deyil, heç nə. Bu Bakının girişi pullu olacaq anlamına gəlmir. Sadəcə Bakı şəhərində, mərkəzi küçələrdə, mərkəzi zonalarda müəyyən ödənişli zonaların, ödənişli hissələrin yaradılması məsələsidir. Yəni həmin fərman bunu özündə əks etdirir. Bu da o deməkdir ki, hələ bu məsələ tam dəqiqləşməyib, tam bəlli deyil, hansı küçələr söhbət gedir, hansı zonalardan söhbət gedir. Amma bunun hal-hazırda bir nümunəsi var. Bu da məsələn İçəri şəhər. İçəri şəhərə daxil olanda avtomobillə təbii ki, orada ödəniş etmək lazım gəlir. Saatı da mən bildiyim qədərlə hərsə 2 manat hesablanır. İndi bu pul İçəri şəhərin fonduna gedir, başqa hara gedir bilmirəm, amma növbəti belə zonalardan əldə olunacaq pul, əldə olunacaq gəlir, yönləndiriləcək ictimai nəqliyyata. Yəni bu ictimai nəqliyyata dəstək məqsədi ilə bir fond yaradılıb. Həmin fonda yığılacaq pullar fidya şəklində daşıyıcı şirkətlərə ödəniləcək ki, avtobus parkı yenilənsin. Bakının mərkəzində bəzi zonalara daxil olmaq pullu olacaq. Yəni bunu mən çox istərdim ki, hamı belə başa düşsün. O zonalara da yer tapmaq olmur bu gün maşın saxlamaqda. Əlbəttə bu belə fantastik bir təsir göstərməyəcək. Amma istənilən halda bütün bu addımlar tıxacla mübarizə mövzusunda atılan addımların çərçivəsində düşünülmüş layihələrdir.